Evet, değerli izleyicilerimiz, Sayın Başkanımıza ben birkaç soru sorayım ve biz kendilerinden Güney Azerbaycan'da neler oluyor? Sayın Başkanım, e, son gelişmeler hakkında gerekli malumatları sizlerden öğrenmek istiyoruz. İran'dan Amerika'nın şu andaki anlaşmaları konusunda herhangi bir gelişme var mı? E, Molla rejimi nereye gidiyor? Ne düşünüyor? Bu konularla ilgili Sayın Başkanım sizlerden bilgi alalım. Buyurun efendim. Təşəkkür edirəm İmdad bəy. Öncədən çox təşəkkür edirəm bizim demək ki, Ankaradan, Cümhuriyyətimizin baş kəndindən səsimizin gəlməsi və bu çəkilişlər, bu yayımlar oradan olması bizə çox böyük gəlişmədir. Yəni dövlətlərimiz var olsun və millətimiz ki, istər Azərbaycanda, Bakıda, istər də Ankarada bu imkanları saxlayırlar. Və bu çox böyük gəlişmədir. Görünür ki, indi istər ki, bizim düşmanlarımız və yaxud da pis niyyətli olan dostlarımız da bunlara bu yerlərə əl soxa bilmirlər. Bu da çox önəmlidir. Zaman bizim hayrımıza gedir. Millətimizin dəfələrlə söyləmişəm, bu Türkiyə erasıdır. Kimsə bunun qarşısını ala bilməyəcək. Ona görə də bu günləri İran adlanan yerdə durum bəlli. Başdan söyləyim ki, İran adlanan yerdə bir rejim var ki, yəni bu Fars dövlətçiligidir, irticaçı Fars dövlətçiligidir, işğalçı Fars dövlətçiliginin batıq və çirkin dini kullanan, dinə sulğalaşan və dini istismar edib dinlə demək ki, siyasəti bir-birinə bağlaşdırır, bir dənə qondarma ortaya atmaqla millətləri, insanları işgəncələrə tutub və bölgədə və dünyada terroru yayıb və hər kəsi demək bilirsiniz ki, bu soğuk savaş dönemi bitəndə dünya bir nəfəs çəkdi ki, yaxşı oldu ki, bu Sovetlər itdi, getdi, qutardı və bu hər zamanlar hədələr gəlirdi. Vay bu gün nüvə silahını kullanacaqlar, Sovet kullanacaq, vay Nixon kullanacaq, ondan sonra belə-belə söhbətlər ki, Amerikadan və bir cəmaata insanlar, millətlər bir rahat nəfəs çəkdilər. Amma bu Tehran rejimi sənələrdir ki, dünyanın və bütün ölkələri, özəlliklə qonşu ölkələri hamısını bir hədə qorxuda saxlayıb ki, o demək ya teröristlərin göndərir, yəni faktları və Ankara'da bu keçən sənələr içində hər zaman Tehran rejiminin teröristləri bu son zamanlara bir həftə bundan öncə Türkiyəmizdə bunların casusları tutuldu. Bir tərəfdən də deyirlər, ay biz Türkiyə ilə qardaş, amma o birisi tərəfdən deyirlər ki, gəlir orada adamlar Əraqçıdan, nə bilim, Nəçidən gəlirlər Türkiyə, salam aleyküm, ondan saraya keçirlər, gəlin demək ki, yardım edin, sizlə qonşuluq, o birisi tərəf biz Amerikanın Türkiyədə olan o yerləri incirici vuracı yox, Amerikanın səfiricini vuracı yox, Türkiyənin deyil bu. Yaxşı, indi soruşmaq olar ki, Cənab Xaqan Fidan, sizdən bir soruşmaq olar ya, ağzımız əyilməz ki sizdən, yəni siz Xarici İşlər Nazirisiniz, olsun. Siz İran adlanan yerdə bu irticaçı, bu mühümatçı, bu Türk düşmanı, Türk dövlətini oğurlayan, çalan, hırsız, Fars dövləti yoxdur ki, hırsızdırlar bunlar, Türk dövlətini çalırlar. Cənab Fidan, bilmirsən, ged oxu. Universitet görübsən. Bu günləri, bu missiya sənə düşübdimi ki, çıxıb Tehran rejimini qoruyasan və bəzi çıxışlar da yapırsan, söyləyirsən ki, yox, Tehran rejiminə belə yapa bilməzlər, belə edə bilməzlər, bu rejim yıxılmayacaq. Nə söyləyirsən sən? Bu rejim belə də yıxılar ki, bundan güclüsünü Məhəmməd Rıza yadınıza gələr, düzdür, siz gənc oğlansınız. Amma Məhəmməd Rıza gələr, demək ki, Amerikanın bu bölgədə jandarma hər yana, istəsəydi Somaliya, istəsəydi Oman'a, Zofara, istəsəydi Vietnama qoşun göndərirdi Məhəmməd Rıza Şah, dırnaq arası və hamıya da para verirdi. Fransaya, İngiltərəyə, Amerikaya və hər yana, Almaniya hamıya da para verirdi milyardlarla. Nə oldu?
Demək hansı zibillikdə məhv oldu ki, heç kəs də yardıma gəlmədi. Heç kəs yardıma gəlmədi. İran adlanan yerdə onların əməllərinin ucbatından millətlər, insanlar başlar. Elə həmin aidiyıq indi. Azərbaycan türkləri bu Təbriz. Bu Təbriz başda olmaqla Pəhləvi sülaləsinin bir sənə içində bunların kitabını bağladı bu millət. Nə Amerika köməyə yardıma gəlmişdi, nə Rusiya yardıma gəlmişdi, heç kəs. Amma təhcə işləri oldu ki, Xomeynini hansı bir demək xarabalıqdan tapdılar, Nəcəfdən, İraqdan saxlamışdılar. Götürdülər, gətirdilər irticaçıların, qulağı tüylülərin və özlərindən qalan bir dəstənin əlindən bu millətlərə və İran adlanan yerdə oturtdular, dedilər, bax bu da indi din hüküməti, dini də istəyən o dünyada, bu dünyada. Və 45 sənədir ki, ona görə ki, Xomeyni və onu gətirənlər bunların qoyduğu o kurallara baş əymir. Bunun çocuğu, bunun qadını, bunun demək ki, gənci, bu insanlar. Gələn gündən bu rejim buna qarşı, nasıl ki, Pəhləvi sülaləsini oradan qovdular, bu dəfə də bunlara qarşı millətlər, insanlar ayaqdadır. Bunlar gələr-gəlməz Cənab Fidan. Gələr-gəlməz Təbrizdə infaz, demək ki, dar ağaçları, infaz ağaçlarını astılar. Təbrizdə türkləri astılar. O zaman Fransadan gələn bir dənə prezidenti var idi, Bəni Sədr. Xomeyninin, Seyyid Ruhullah Xomeyninin canı idi o. Prezident olmuşdu. Yolladı Təbrizə. Təbrizdə infaz ağaçları, dar ağaçları astırdı və Təbrizdə orada bizim insanlarımızı, Azərbaycan türklərini, bu Xomeyni, bu Seyyid Əli Xameneyi yox, onun böyücü. Bu Azərbaycana qarşı, başqa millətlərə qarşı, Türkmənə qarşı, bilirsiniz bunlar Türkməni səhrada, Türkmənistanda, Güney Türkmənistanda nə qədər adam öldürdülər, nə qədər adam qırdılar. Hələ belə də yeni gəlmişdilər. Və başqa millətlərdə də, Bəluçları da, Ərəbləri də, bütün başqa millət, qadınları da, çocuqları da, universitetləri də, hər yəni bu rejim özü də Xomeyni, Seyyid Ruhullah Xomeyni deyir ki, ayı qıtal bixanid. Qətl ayələrini oxuyun, Qurandan gətirin. Sən bilirsən, mən demək ki, bilirsin bu şeyləri. Qətl ayəsi yəni nə? Düşman yerinə qoydular. Özləri ki, bəlli deyirdi ki, tarixin hansı demək ki, dərin quyulardan gəlmişdilər. Özlərin demək ki, millətlərlə, insanlarla gəlişməklə demək ki, gəlib bu çağdaş müasir dünya ilə qarşı-qarşıya qoydular və insanlara qarşı dedilər, biz gəlmişik, missiyasıyıq, biz insanları cənnətə göndərəcək. Həmd olsun, cənnətə göndərirlər. Və qırdılar 10 minlərcə, 100 minlərcə adam qırdılar. Bəs deyirmiş kimin? Səddam Hüseynə savaş elan elədi Xomeyni. Səddam Hüseyn dedi, ay sənin boynun qırılsın, 15 sənə bu ölkədə, İraqda yeyibsən, yatıbsan, para vermişik sənə. İndi bizə qarşı durub deyirsən ki, yox, gələcək, orada Kərbəlanı tutacaq, filan eləyəcək. Və yalvarıyordu Səddam, gəlmə, biz elə müsəlmanıq da, nəyə gəlirsən sən? Yox, dedi, yox, kafirsiniz. Səudi Ərəbistan. Məlik Suud ailəsinin hamısını Seyyid Ruhullah Xomeyni hamısını kafir elam etdi. Və dedi, gedir Ərəbistanı, Hərəmeyn-i Şərifeyni tutacaq. Baxın ha, Fars kökənli, Fars olan, Fars dövlətçiliyini demək ki, əldə edib, özü irticaçı bir düşüncəyə şiə adam, bir avuc Fars şiəsi gedirdi Hərəmeyn-i Şərifeyni tuta və İslam dünyası, o dünyaya demək ki, İslamı gətirəcək. Xomeyni dahildə, demək ki, İran adlanan yerin içində 10 minlərcə gənci zindanlarda qırırdılar, işgəncə edirdilər, gələn gündən. İndi Sayın Fidan, səndən soruşmaq olar ki, sənə kim tapşırıq verib ki, sən durasan ki, demək ki, Tehran rejimini qoruyasan. Səndə demək ki, CNN-də, Türk CNN-də və Türkiyədə TRT-də o imkanları sənə yaradırlar. Onda bizim birimizə, məndən getmir, söz məndən deyil. Onda Azərbaycanın güneyindən bir türkü, buyurun o CNN-də, o TRT-də, o kanallarda nasıl ki, o dəstəklədiyiniz o medya adına partiyaları vardı.
O küçük cihazlara o imkanları yaradırsınız. Bizdə gələ bir konuşaq bir saat. Bizdə konuşaq bir saat. Görək ki dərdiniz nə? Görək ki dərdiniz nədir sizin? Neden bu Tehran rejimini, bu cinayetkarı, bu adam yiyenleri? Olmasın Türkiye Cumhuriyeti devletin, böyük Türkiye Cumhuriyeti devletin. O devlet ki demek ki o soğuk savaş döneminin hepsinde təhcə Türk bayrağının, böyük Türk milletinin bayrağını saxlayıbdı. Və göstərirlər ki bunu saxlayıbdı. Böyük Türk dünyasının, Türk milletinin dayağı olubdu Türkiye. İndi siz deyirsiniz ki Tehran rejimindən qorxuruq. Nəyə görədir? Onda sen Türk devletini tanımırsan. Türk millətini tanımırsan. Antan dövlətlərinə, 7 düvələ qalib gəlmiş, işğalçıları dənizə tökən Türk dövlətini tanımırsan. Qurtuluşdan çıxan Türk dövlətini tanımırsan, milləti tanımırsan sən. Çıxırsan dedin, yox bu Tehran rejimi. Sən nereden tanıdın bu Tehran rejimini? Sen qaçıyorsan, ora bura vurursan və çıxışlarına da hər kəs baxır deyir, bunlara nə olubdu? Bunlara nə olubdu? Siz söyləyəsiniz də, sizi şəxsi deyirəm siz. Mənim dövlətim Türkiye Cumhuriyetində, mənim dövlətim öz yerində. Ama siz çıxırsınız ki, bir laflar atırsınız və demək ki, cinayətkarı, işgəncəgəri, sən demək ki, Cənab Fidan, görmədinmi bu bir ay içində bu rejim, hələ bu sonuncu dəfəsidir və sonuncu dəfəsi də olmayacaq. Əgər ömrü olsa ki, olmayacaq ömrdə, sonuncu dəfə 40 mindən çox çocuğu, bəbəyi, bunun o ocalarla nə fərqi var? Hansı əllər ki ocalanı İmralıdan çəkib gətirib istəyir ki, nə bilim Ankara'da hotel internatına, nə bilim Kontinentalda otur da, ya məclisə gətirər. O əllər də İran adlanan yerdə batıq əlləri dəstəkləmək istəyir. Çocuk qatilləri, insanların qatili, Türk düşmanlarını, millətlərin düşmanını. Ay dəyməyim bu Tehran rejiminə, ay dünya qaralar, dünya işıqlığa doğru gedir, demokrasiya doğru gedir. Fərdi hükümetlərin dövrü bitib, despotizmin dövrü bitib, diktatoranın dövrü bitib, qutarıbdır. Heç bilirsinizmi Cənab Fidan? Vaxtıyla Sayın Abdullah Gül Təbrizdən keçəndə orada Təbriz ayaqda idi. Ay Türkiye Cumhuriyetimin prezidenti gəlib. Ankara'ya varandan sonra söylədi. İstanbul'dan sonra Türkiye Təbriz böyük Türk şəhəri. Mən təkcə bir şey məni çox belə qalıram ki, olmasın bu İsmail'lə bu Səlimin yaptıkları o hata, ya hatanın biri də hələ də o adını çəkirlər. Olmasın biri də sünnisili, şiəsili, nə bilimi filan çəkirlər. Bu qısqancılıq nereden geliyor? Ki Azərbaycanın quzeyindəki hərəkatın gəlib demək Cumhuriyyətin bərpası Türkiye'nin zərərinə oldu mu? Yox. Və Türkiye dövlətinin varlığı Azərbaycanın quzeyində o hərəkatın gedişatına zərər vurdu mu? Yox. Və yarın da bu Azərbaycanın güneyində bu günləri 40 milyon bu Türk'ün sen durup gedib Gazze'də və yaxud hansı bir ucqar bir Afrikanın yerdə gedirsən orada, ay bunlar da Müslümanmış, Somaliya, Sudan'da, Kenya'da, harp nerede? Onları görüyorsan, burada 40 milyon Türk'ü görmürsən, səndə nə çatmır, ne olub? Və 40 bin adamı 2 gün, 2 gecə içində, 2 gün içində bu rejim 40 bin adamı öldürüb. Nerede söyleyirlər? O Əli qanlı cinayətkar Xamenei, Əli Hüseyin Xamenei özü deyir. Deyir ki, bunlar çevriliş eləyirdilər. Hansı çevrilişi? Hansı çevrilişdən söhbət edir? Nədən söhbət edir? Olmasın tanklar zat gəldilər. Ay Fəthullah Gülənin ödadı oyunlardan diyor. Öyle söhbət yoxdur. Burada çocuklar, kadınlar, camaat çıxıb etiraz edir. Əkmək istəyir. Bilirsiniz əkmək nədir? Əkmək. Əkmək, ilaç, dərman istəyirdiniz insanlar. İş istəyir, aş istəyir və rahatlıq istəyir. Və o birisi tərəfdən demokrasi bilirsiniz nədir? Sandıq, demokrasi istəyir. Fərdi hükümət istəmir. Ki adamlar gələ-gedə otura hakimiyyətdə o Sovetlərdə vardı. Otururdular Stalin, Birjinev filan. Öləndə onları oradan götürürdülər. Öləndə, qutar çıx get də, nəyə yapışırsan bura? Adam bilmirdi ki, sağa yol koşanda bilmirdi, sağa gedir, soluna gedir, bilmirdi, sağ solunu itirmişti. Ama oturuyordu Kremlin'den.
Və insanları da belə demək ki, aldatmışdılar ki, alladırdılar ki, yox, o başda oturan hər şeyi bilir. Heç zadı bilmirdi. İndi bu günləri gəlişmiş dünyada bakın görün Avrupa'da, Amerika'da neler oluyor? Neler oluyor? O açık dünyada. Bir dənə matematik, riyaziyat hocası külli Amerikanı, külli Avropanı, külli demək ki, Rusiyanı da, her yanı, Türkiye'de var, eli var orada. O Apestin, Jeffrey Apestin. Görün ki, başta gedenler ne? İngiltere, Fransa'dan, İskandinavya'dan. Hamısı demək ki, kız çocukların başına neler getirmişler. Hepsi orada var. Ve orası da Amerika. Niye olar? Sovyetlerde yüz binlerce Rusya'da insanı öldürüp verip o kırır çocukları Ukrayna'da. Kırır o çocukları Ukrayna'da ve sonra Putin kaydırdı. Filankasla da ben arkadaşım. Sen başını duvara vurursan, sen cinayetkarsan. Sen elikanlısan. Çocukları kırırsan, kadınları kırırsan. Şimdi Putin durdu, bakın görün, Apes'teyin, Amerika. Ama Amerika'da o kongresde herkesi çağırıyorlar. Çağıracaklar. Hele o 6 milyon senedin 3 milyonu çıkıp hapse çıkmayıp. Ona da el aparıblar. Aparabilmeyecekler. Hamısını çıkartacaklar. Herkesin bu çocuk demek ki istismarında eli var. O Türkiye'den de olan o çocukların da hakları görürler. Ben siz inanmırsınız adalete. Kimler eləyib bu işi? Adam adı da Müslüman, adı da demək ki, ay hansı qəzetin demək ki, başçısı, harda oteli, harda və sənin demək ki, Jeffrey'nin yanında ne ölürdün? Ona göre de demək ki, Türkiye'de demək ki, hansı eller vardı ki, ama üstü açılmır. Ama bu batı dünyasında bakın görün silkelənir. Dün demək ki, İngiltere'de padişah, Charles, oğlu William'la hücum çəkdilər. O adama demiştiler ki, sen buradan çık öz kardeşine. Sen buradan çık. Sarayda o bir saray vardı. Orada icara verirdi, otururdu. Oradan çık. Sen birbaşa git Bəhrə. Bak bize yakın gelme. Şahla oğlu getir adamı oradan çıkardılar. Uzak dur bizden. Ve demek ki Norveç'te, İsveç'te, ne bileyim Hollandiya'da, her yanda. Ve Amerikanın özünde kongres ve demek ki didirler, dağıdırlar neredeyse Adliye nazirini filan. Yani dünya gelip bir yere yetişip ki bu belə bir durumda Amerika'da gelip İran adlanan yerde Amerika ne etmeye onun öz işi. Ama burada Amerika yok belə it də gələ. Hər kəs olur olsun. Bu Tehran rejiminin əməllərini yuva bilməz. Bu rejim cinayətkardır. Bu rejim adını devlet koyup, adını özü din koyup, İslam adına, İslam. Din adına gelip, Allah adına gelip, namaz kılırlar. Oho. Alınlarına bakın, alınların qaraldıblar ki, gör nə qədər demək ki, gezer. Hem böyük cinayətkardırlar. Kur'an koltuklarında insanları asırlar, kesirler, işkence edirlər ve zorlayırlar. Cenab-ı Fidan, ben sizden bir şey soruşuram. Xəbəriniz var mı ki, Ərdəbil şəhəri bilirsən Fəradi, o sənin xoşun gəlməyən Şah İsmailin şəhəridir. İsmailin şəhərində, Ərdəbildə 300 kişini öldürüblər. Günahsız silahları da yox idi. Təbii demək, təhsə gəlişmiş dünya kimin deyirdilər ki, aş, iş, azadlıq. Və onların içindən bir qız çocuğunu da öldürdülər. Qız çocuğunun anası gedib ki, ay mənim uşağımı öldürdünüz. Çəkib o qadını, annəni hapse alıp, hapside aparıblar o Erdebil'in o yukarısında bir dişi yer vardı orada bunların bir hapsi var diyor, hapis yeri var. Zindanda. Kadını zorlayıblar. İrzina keçiblər, namusuna keçiblər. Çocuğunu da öldürüp, özünün de namusuna, irzina keçibdi. Ve bu Erdebil'de bu Türk insan Erdebil tam Türk şəhəridir. Ya Cənab Fidan bilmirəm bilirsən ya yok. Ve bu demek ki bu Türk milletinin üstünden arabayla kalır hamısı var ya. Qarar keçiblər. Ne oldu be demek ki Türkiye'den sen bir an bu haqda danışmırsan. Siz Türk insanını öldürürsünüz. Müslümanlık derdinizə bunlar Müslüman değil bunları. Öldürürsən sen. Kırırsan, cinayetkarsan.
Yoxsa durub ay demək ki, hə day, demək o quş qondurmaza, məhsula, həm məhsul cinayətkardır. Xameneyi də verəcəkləri bu Haqa məhkəməsinə verəcəklər. O Milosevic kimin və yaxud Afrikadan tutdular, gətirdilər o hapslarda, yatırlar hapslarda. Verəcəklər. İnsan haqlar, insana demək ki, bunlar insanlığa qarşı cinayətlər ediblər. Və bunlar da verəcəklər. Amma bu günləri bu Amerika ki quşadıbdır, Tehran rejimi də deyir ki, mən açıq deyil, gəlib Ankara'da deyir bunu. Sarayda oturur adam əraqçı, deyir ki, biz Amerikanın düşərgələri, yəni incirliyi və Amerikanın səfirliklərini, yəni Ankara'da, yəni o birisilər də Kuveytdə, Səudi Ərəbistanda, ondan sonra demək ki, Əmaratda, Azərbaycanda, Türkmənistanda. Yaxşı, bunları sən söylədin. Deysən ki, vuracağım. Amerika səni vurur, ahmaq. Amerika ilə deysən, Amerika ilə savaşırıq biz. Ki, savaşda Amerika ilə, bu ölkələrlə, bu dövlətlərlə və gəlib oturduğun və sarayda oturubsan, nə konuşursan sən? Mənlə nə işlə? Məni niyə vurursan? Gücün çatmırsa Amerikaya savaşma. Pok yeyirsən demək zad eləyirsən. Get otur yerində. Savaşırsan, mənlə nə işinə, Azərbaycanla nə işinə? Sənə ki, savaş elan etməmişik biz. Və deməmişik ki, var. Hə? Ona görə demək ki, adam deyil, vuracı yox. Amerikada deyil, yaxşı. Onda deyil, görünür ki, bir gəmi ilə, bir böyük uçaqlarla dolu Lincoln gəmisi ilə iş çözülməyəcək. B2 ilə, B51 ilə, 52 ilə belə uçaq çözülməyəcək. Onda düşərgələri biraz demək ki, təmizləyir. Bu 50 min, 60 min əskəri ki, buradadır, burada yerləşdirir ora-bura və gəmiləri artırır. Gerald Ford'u da gətirir və dünən gecədən bəri George Bush'u da gətirir. Hamısını yerindən dəbərdib. Birisini Çin dənizindən, birisini demək ki, Amerikanın nə deyirsən, George gətirir hamısı bura. Doldurub hər yanı. Özü də qarşısında da duran yox. Kim duracaq qarşısında? Yox, aman deyə Amerika, sən bu konuşarıq. Bu nədir? Bunu çocuğa desən də gülə. Yəni sən Tehran rejimi ilə konuşdun. İstəyirsən Tehran rejiminə nə deyəsən, nə söyləyəsən? Deyəsən ki, aman deyə Amerikaya dəymə, yazıqdılar bu Amerikalılar. Amerika keçəcək bunların üstündən, burduzel kimi keçəcək. Böyük traktor kimi. Sən demək ki, baxmadın Suriyə. Baxmırsan bugün Suriyə. Oturdunuz dediniz, YPG gəldi, nə bilim, Qısıd gəldi, o gəldi, bu gəldi. Bu bir gündə dedilər, bura baxın. Keçsin burada, bu tərəfdən bir yana keç ora. Həsəkədən də çıxardacaqlar. Yalvarırdın ki, qoy biz bir kilometrə o yanda şeylər buralardan filanla. Həbsini belə qəşəng əhmərlədi, Kurdumur tanımıram dedi. Amerika. Dedi ki, o zindanda olan eşit daişləri də ki, 30 min kişini orada Kürtləri əsir saxlayıb, para da qopardırdılar Amerikalılar. Dedi, bunlar bizdən milyardlarla para aldılar ki, burada hapsdə demək ki, eşitləri saxlayacaq daişi. Dedi, sən gid, özün bilirəm nəyəm. Götürüb indi o eşidi, o daişi İraqa aparır. İraqda Həşədül Şəbini, Kətaibi və filanı və Tehran rejiminin sınırlarında. Bunlar Allahdan belə qorxmurlar, bu daişdən qorxurlar. Ha, bu daişdən. Amerikada deyir ki, bu belədir, eləyərəm. Yəni, bu oyunların qarşısında kim qalacaq, nə deyəcəksən sən? Sən hələ denən ki, aha, Ocalan, bəbəh qatiliz oradan bir xəbər göndərib ki, mənim demək ki, naharım gəlməyibdir, mənim demək ki, dondurma və azadım gəlsin, mən demək ki, bizə bu gecə yaxşı, iyi uya bilməmişəm, mənə demək ki, ay demək ki, bir filan rəfaqətlə filan məclisdə söhbətim olsun filan. Amma məsələ budur ki, İran adlanan yerdə o Batı dünyası da, nasıl ki Trump söylədi, İranlılar, keçin zada, hücuma keçin, gedin. Niyə? Həmə hər zaman belə olub. Millətlər ayaqlanırlar, zalim, işgəncəkər, özünə düşman. Yönətimi endirirlər, dövləti endirirlər. Ondadır ki, emperyalist dövlətlər deyir, qoşayın tez sonra alağın demək ki, təşəbbüskarlığı ələ alayın. Dəfələrlə Netanyahu da, Trump da deyir. Ha, o millətlər özləri öz işini görəcək. Yaxşı, bu millətlər özləri bu işi yapacaqlar. Sən nə deyirsən? Ha,
Amma söhbət budur ki, burada Tehran rejimi bu Amerikaya, bu Trump'a deyir ki, sən gəl mənim rejimimi saxla. Ondan sonra burada İran adlanan yeri qoruy. Ona görə biz belə budur. Amma İran adlanan yerdə demək ki, bunlar yoxdur, gəlməsə də hər 2 sənədən bir bu İran adlanan yerdə millətlər, bu rejim, bu irticaçı, bu mühümatçı, bilirsiniz nə var? Bizdə fikir ayrılığı var. Biz dinçi millətçi deyirik. Dinə qarşı da deyirik. Siz yoxdunuz, biz millətçiyirik. Biz 300 milyon Türk'ün simgəsi ilə gəldiniz, dedik, yox, bu ya Allah, bismillah, bu günlərdə adam çıxır, söyləyir ki, ay, İslamçı millətçilər biz, nə edəcəksən? İslamı demək ki, yəyəcəksən. İslam 2 milyar dünyada müsəlman var, sən yenidən gəlib, sən nə edəcəksən? Bu İslamçılıq ki, o sən dedikin İslamçılığı Mustafa Kemal gəldi, dünyaya söylədi. Biz dünyəviçi, sekular, pluralisti, bu milləti, çağdaş millətik. İndi gəlib deyir ki, yox, biz demək, yox, sən demək ki, bu Əxavanil Müslümin Mısırda azmış, filan oldu. Bir də Mısır deyəndə nə oldu be? Mısır gedəndən sonra dediniz ki, ay, ey Sisi, indi siz basırsız bağrınız, ha? Ha? Və Morsi nə oldu? Nereye gitti bu Morsi? Qanuşi nə oldu? Və filan. Və Liviyanı dünən gördünüz. Görün ki, o başına nə gətirdiniz və nə elədiniz o Qəddafinin başına, nələr gətirdiniz, sevindiniz. Amma dünən onun oğlunu, o Seyfül İslami, Liviyada 1 milyon nəfər, onun demək ki, cənazəsinin gövdəsi ardından gedirdi. 1 milyon Liviyalı. Yəni demək, sən duracaqsan İslam deyərək, dedirsən bu Ərəb dünyasını, o İslam dedikin İslam bu Ərəb dünyasınındır. İnanc olsa da Türk dünyasında da inananlar da öz yerində. Bu Türk dünyasının Hristiyanı da var, Müslümanı da var, nə bilim Yahudisi de var, nə bilim dinsizi de var, dinlisi de var və yaxud demək ki ateisti de var və filan. Amma bu millətin missiyasında sinif davası yoxdur. Milletin zəngini de var, milletin orta sinif filan var. Ama yok, biz sizi Müslüman edeceğiz. Bu Hamene'yi de Müslüman eləmək istəyir də. Bu demək ki, dünənə kimin İstanbul'un sokaklarında bu Tehran rejiminin teröristleri de dolanırdılar ve bu günlerde casusları. Ama bu günləri Azərbaycanın güneyində ve İran adlanan yerin genelinde bir şeyde sözler üste düşür. İran adlanan yerin genelinde bu milletler, bu insanlar dünyavçilik, laiklik istəyir, çağdaşlıq istəyir. Dinin siyasetten ayrılmasını, dinin gedib şimdi bu kuş kondurmaz, bu pezeşyan, sıxız, insanları öldürüblər, adında terörist koyurlar. Bunlar mallaların oyunu belədir. Çıxır deyir ki, 400 mescidi yandırıblar. Görün İslam'a inanan, dinə inanan, Allah'a inanan insanlar durup bugün məscidləri yandırır. Mollaların məktəbləri, feyziyə olan yerləri yandırır. Bilirsiniz niyə? Sən oradan yaylım ateş ilə insanları, çocukları, kadınları bastın güllələrdən qırdın, öldürdün. Hə? İnsanlar da gördü bu məsciddən, demək ki, zulüm, ateş, ot yağır. Bu məscidi yandıracaq da. Ne edəcək be? Amma sən bu günləri çıxıb deyəndə ki, yox, gərək bu İran adlanan yerdə bu rejim qalsın. Səni bu rejimin davamı demək ki, Türk dünyasının, Türk dövlətinin, Türk dövlətlərinin, Türk millətinin, dünyanın və bəşərin ki, zərərli olacaq. Bu günləri Amerikanın əlindən canı qutarsaq, Amerika da öz çıxarlarını istəyir. Öz çıxarlarını istəyir. Bir rejim. Trump çıktı ağzından dedi ki Groenland'a ordu getirerek. Danmarka, Groenland, Fransa, Avrupa Birliği ne diyorsun? Ne hara getirersen? Nereye getirersen? Trump dedi o şaka yapmışmış demiş. İran adına yerinden bir hesabı sürmedi. Şaka yaptı, fikirleri oraya yöneldim ki bir. Ne hara getirersen ordu? Trump bak Putin'e. Neçə sənədi can çəkir orada. Canı da qurtara bilmir. Ukraynada kimsə nə söyləyir söyləsin. Kimsə Putinlə geçsin, qardaşlıq eləsin. Hər nə, özü bilər. Amma Ukraynada bir millət savaşır. Savaş deyil. Bu millət göstərdi ki, Ukraynada
dünyanın en büyük emperyalist devletlerin biriyle ki bize karşı, Türkiye karşı amansızdı, kanıtsendi, ona karşı savaşmak olar. Direndi ve bu Kurtuluş Savaşı'nı yürüdü. Ay Rusya gelip 20% toprakları işgal etti filan. Geçsin ne diyor kardeş? Geçsin de bir. Gidebilir mi? Ve Rusya'nın özü dağılır. Putin bilir ki dağılır. Ve gösterdi ki bizim sağımızda bugünkü dünyada emperyalist devletlerine karşı yırtıcı işgalçılara karşı savaşmak olar. Bir millet istese olar. Ve Türk milleti özellikle Azerbaycan'ın güneyinde bu günleri bu Türk milleti kurtuluş harekatı yürüdür. Ama bu dönemde biz terörist değiliz. Biz terörist değiliz. Okşatmak da istemiyorum. O Kürt cigazlar, o Öcalan, onun demek ki filan. Hey, bu millet bilir hansı yoluna harac etmelidir. Bu günleri, bir günleri Öcalan gelip təsməsi Sovetin elindeydi, Rusun elinde. İndi yalvarıyor ki, Amerika, benim təsməm senin elinde. Kapı kapı demek ki sülənirlər. Ve ahırda da görürüz, indi ağlayıyorlar. İndi ağlayırlar. Ne şimdi değiliz bunlarda 25 milyar dolar silah. Çəkilin YPG gelir filan ben ne oldu? Hani baba Abdullah Abdi ne bileyim generallar hepsi ağlayır meleyirler. Devletsizdiler. Devleti olmayan bir yetim sağır sokaklarda kalan birisidir. Ona göre bu günleri İran adlanan yerde Azerbaycan Türk'ü başta olmakla demek ki Türkiye'de de siyasetçiler de ben reçete yazmıram. Ben kimseye demek ki razon da kesmirəm. Ama bu değil. Zamanımızın, devrimizin demek ki adı bu değil. Kimse oturup demek ki başka yerde ay gedər kimə bir dənə irticaçı Türk devleti adına irticaçı bir rejimi dəstəkləyək. Bu rejim demek ki Kubanı'da, bu rejim demek ki Şırnak'ta her zaman PKK'nın yanında durmuştu. Her zaman demek ki bu PKK'çıları bu PKK rejim dəstəkləyib sənə karşı. Ha? İndisi ama bu Azerbaycan Türk'ü bunlara karşı savaşıp onda bir şeyi söylemez zorundayım. Bizim demek ki Anadolu'da herkes olur olsun bilmelidirler. Azerbaycan'da bütün Azerbaycan biz parçalanmış millet, parçalanmış toprağıq. Bunu Rus parçalayıp bizden. Ve parçalayandan sonra devletimizi çalıplar. İngilizler Farslara verip bizim devleti. Bu Azerbaycanlılar bu da demek ki keçilmez, unudulmaz bir haktı. Hiç vaxt bundan el çəkməyəcək bu Azerbaycanlılar. Bu bir missiyadır. Azerbaycanlılar vətəni bütövləşdirmək, dövləti bütövləşdirmək və bu toprağı demək bu milləti bütövləşdirmək. Bu bir idadır. Bu bir idadır. Hataydan keçməyən o adam Hataydan hasta elbiselerini giyip Hatay'ı bitirmesen bitmez. Mustafa Kemal. Hatmen tanıyorsunuz. Hatmen tanıyorsunuz. Mustafa Kemal deyəndə çoxları belə Türkiye'de qarınlarına sancı dolur. Bu kafaları demek ki İmralıdaşı ile meşgul. Ha? Ama Azerbaycan'da Otaylı, Araz Nehri, biliyorsunuz Araz Nehri Otayında da 10 milyon bu tayında da. Bu 40 milyon bu millet bir misyası var. Vətəni, milləti bütövləşdirib, bütün Azərbaycan dövləti, Türk dövlətini, güclü dövlət yaratmaq. Yoxsa bir hər gün bir dənə etnik qrupu, biri çıxacaq Puntosçudur, biri çıxacaq hansıcıdır, filandır. Dədə babası Rumluymuş, filanımış. Geçməz. Böyük millət var. Baxın ermənilərə və yaxud baxın bu günləri demək ki, bu yahudilərə, bilirsiniz niyə bu yahudilərin, bu ibrilərin dərdinə çox deyirlər. Bir avuzdular. İsrail nə boyda orada. Və yaxud bu ermənilər ay Azərbaycan torpaqlarından tutarıq 100 sənədən çox deyə bu Ruslar parçalayıb Azərbaycan torpaqlarından bağışlayır. Azərbaycan vurdu başlarına bu Türk milləti və Türk dövlətləri bir yerdə vurdu başına Türkiyə ilə. Oturtdular yerində. Dedi sen böyüyə bilməzsən. 4-5 dənə demək ki adamsan sen de Türk'ün karşısında. Ne yapacaksan? Ama bu günləri çıxa birisi Türkiye'den olsun belə, Azerbaycan'dan olsun belə irticacı dövlətləri, quruluşları Türk düşmanı olan böyük Azerbaycan'ın 40 milyon Azerbaycan Türk'ünün kanını dökən, irisine keçib namusuna da əl uzadan bir rejimi dəstəkləyən
Onun demək ki, bizlə dost olması dövlət yerində qatışdırmayın. Qatışdırmayın. Ay demək ki, birinə deyəndə ki, ayağını dəng at, dilinə konuşuyorsa da, Türkiyə dövlətinə yox, sən yerini bilmirsən. Sən demək ki, Türk olaraq Türkiyə dövlətini təmsil etmək istəyirsən, onda demək ki, Türkiyə dövlətinin var olan kuralları çərçivəsində danış. İrtizacılığı, mühümatçılığı, terrorizmi dəstəkləmə. Bir rejim ki, hər tərəfli səni hədələyir, dünyanı hədələyir və orada demək ki, bu Türk millətini gör nələrə çəkibdir və nələrə çəkmək istəyir. Ona görə də bu günləri İran adlanan yerdə hər şeyi qaranlığa çeviriblər. Farsların hər yandan səsi gəlir. Dünyada göstərir, ay bu İran adlanan yerdə bir Fars varmış və bu Farsla 3000 sənə bundan öncə bu Yahudiləri qurtarıbdı. Ay qurtarıcı bir millət. Nə qurtarıcı bir millət? Oğru bir millət. İşgəncəgər bir millət. Hər zamanda çarşafını dəyişir. Bir gün demək ya Allah bismillah, bir gün şahənşah, Aryamer filan, bir günlər filan. Hansı millət? Hardan? 100 sənə içində bunların gətirdiyi dövlətdir. Biz də dövlət gətirmişik. İstər bu 100 sənəni söyləyirəm. Azərbaycanın quzeyində cumhuriyyət, parlamentarisi 100 sənədən sonra o qanlar içindən, işgəncələr içindən, represiyalar içindən baş qaldırır bayrağının Azərbaycan Cumhuriyyəti. Biz Cumhuriyyət gətirmişik. Mustafa Kemal Atatürk hələ də dünyada bu günədək kimsə çıxıb bir başqa söhbət deyib, söz qondura bilməz. Bu bölgəyə qaranlıq vurmuş 11-ci Dünya Savaşından və 2-ci Dünya Savaşında da nələr gətirdilər, nə elədilər bu bölgələrdə batışa bilmədilər Türk Cumhuriyyətinə, Türkiyə Cumhuriyyətinə. İndi beləncə bir durumda çıxasan demək ki, edəsən, yapışasan ki, yox, Tehran rejiminə dəyməyin. Sən istəsən də, istəməsən də. Dəyəcəklər. Dəyəcəklər. Ay Amerika, nə bilə, Kuveytin və yaxud Türkiyədən demək ki, kimsələrin istəyinin Amerikada hücuma keçmədi. Amerikada hələ gəmilər, lötkələr gəlir hələ dalı gəliyor hələ. Orada da belə istəyir ki, Amerikanın iç siyasətində bugünkü durum göstərir ki, 3-cü Dünya Savaşına belə gedilməsə belə, başqa savaşlar lazımdır. New Zealand'ı bağışlı olun, Venezuela'da gəldi, götürdü, apardı adamı. Venezuela demokratik ölkə oldu. Dün elə orada demək ki, o mühalifətin başçısını bura bax. Hapsa. Ev dustağı. O adam da elə bilirdi ki, ay demək, Maduro yapardılar ki, cinayətkardır. Venezuela, Amerika demək, nə var, nə demokrasi, orada bir-birinizi yiyeyim, ancaq petrolün, neftin, məndə bir də burada Çinin və Rusiyanın və Tehran rejiminin burada demək ki, düşərgə saxlamayın, qutardı, yığışdırın. Və İran adlanan yerdə də budur məsələ. Amma bu o demək deyil ki, Azərbaycanlılar və başqa millətlər durub Amerikaya qarşı, ay Sovetin istəyi əsasında Amerikaya qarşı savaşalım. Ondan yox, bizim işimiz bu nə? Amerikaya dəymə orada öz yerində. Amma bu günləri Trump'ın sərgilədiyi siyasətin də birbaşı Amerikadandır. Amerikanın özündə nələr gedir? O Amerikada bir şey var. Nəriyə getsələr, ilan nəriyə əyri getsə, o sandığa düz getməlidir. O sandıq. Qasım ayında seçkilərdir, kongres, senat. Və dün də göründü, keçən həftə içinə baxın o kongresdə nələrdir. Hələ çoxunluq demək ki, respublikancılarla, cumhuriyyətçilərlə deyə də belə. Trump'la deyir. Amma baxın görün deyəcən, yox, bura başqa cürdür. Bu batı dünyasının hər şey göz qabağında. Amma biri də fərdi, şəxsi, bir kişi çıxıb deyir ki, mənəm qurtarıcı, mənəm gəlmişəm qurtaram. Ondan sonra bir dənə də demək, biz bozqurt qaldırırıq. Onu da döndərirlər, çalırlar ki, yox, bu İslam, biz İslam yayıcısı deyilik axı. Harada da Həzrəti Məhəmməd, harada bizə Həzrəti Məhəmməd Peyğəmbər deyib ki, məndən sonra Peyğəmbər olmayacaq. Mən sonuncu Peyğəmbərəm. Abdullah ibn Məhəmməd deyir, mən sonuncu Peyğəmbərəm. Nerede Peyğəmbər söyleyip ki, məndən İslamı yaysınlar. İslam yayıcılar. Nereden çıkarttınız bunu? Allah nereden deyip ki, harda Kur'an'da mı? Harda bir size ya kulağınıza söyleyip ki, siz Türk milleti
Türk milləti gəlmişdi, bizi qırmışdı. Xalid ibn Vəlid, Qutaybə və filan və filan. Qırdılar bizi, öldürürdülər. Çocuğu da, adamı da, qoyunu da. Para da alırdılar, şəhərlərimizi də bərbad edir. Müsəlman qəbul edir. Bunu qədər əşhədü ən la ilahə illallah de. Neyin nasıl yapacaqdı? Sonra da zaman döndü, bu Türk milləti dedi, yaxşı, şimdi bunların özünə qarşı da. Əlindən aldı demək özünə. Amma demədi ki, sən demək bizim boynumuza ip bağlayasan ki, da yox, İslamın yayıcısı bizik. Onda nə tarihi bilirsən, nə siyasəti bilirsən. Mustafa Kemal da gəldi demək ki, hamımızın kafasına, səninkilərin kafasına bir o şeyhlər, o hacılar, o hocalar. Ki, hər zamanda İngilisin, istismarçıların, emperyalist dövlətinin maşaları olublar. İndi də gəlib söyləyirlər ki, bu millətçilik İslamçı millətçilik deyil. Azərbaycanda bu millətçilik, bu bozqurt, bu millətçilik, bunun demək ki, Azərbaycanda biz onu qaldıranda Əbülfəz Elçibəy başda olmaqla, hələ Türkiyədə o filan parti bilmirdi bu nədir. Və onu demək ki, mənimsə, yox, biz qaldı, elə deyil. Sənin dediyin başqa, biz dediyimiz başqa. Sənin demək ki, çox olsa da o bir 4 dənə barmaq var, nəm Rabədir, Xamisədir, filandır. O, get, qaldı. Özün bilərsən. Ya Doğuşan var o da, o bəyəndikin o İmralıçılar, Doğuşan qaldırır, Doğuşan qaldırır. Amma biz bir millətin, Türk millətinin, böyük Türk millətinin, Qaqavuzdan gəlmiş Azərbaycana. Və bu millət Azərbaycanda bugün missiya daşıyıcısıdır. Türkün çağdaş, müasir, sekular dünyavisi Türkün missiyası bir millətdir. Yəni bu günləri Türkiyədə bu Türk millətini hər tərəfdən sıxıntıya qoyursunuz və bu dövlətə belə problemlər artırırsınız. Yarın Azərbaycanın güneyində bu hərəkat, bundan qorxursunuz. Qorxursunuz bundan. Yönetimde olan bazı adamlar korkur, vay Azerbaycan'ın güneyi de kalkar ayağa, 40 milyon Azerbaycan Türk'ü, sekular Azerbaycan Türk'ü, çağdaşlıq seven Azerbaycan Türk'ü, cumhuriyetçilik, demokrasi koymak isteyen Azerbaycan, demokrasi, düzgün demokrasi. Halva demekle ağız şirin olmaz. Ay bizde demokrasi, bizde sizde demokrasi. Her gün. Bazı ülkelerde var adam diktatör. Adam yiyen, adam işkenceye sürdü. Bizde de demokrasi da çoktu da. Sen demokratsan, ağzın dediği kulağın eşidir. Oturduğun yerden dur da bir. Nasıl demokrat oldun sen? Bizde Türk millətçiliği, Türk millətçileri, Türk milleti inanır birbirine, onun hakkına inanır. Hakkı nerede doğrulur? O azad, rahat isteğiyle sandığa gitmelidir. Kömürlə, yağla, nəylə, işiyle adamları oraya çəkib aparmaq olmaz. Ve bu günde her şey göz qabağındadır. Adam özünü alladır, elə bilir dünyanı alladabilir. Ve elə bilir ki, ölkələrdə millətləri alladıb. Allada bilməzsən. Hümeyni de gelmişti. Ay, efendim. Sayın Başkanım, şu anda İran diye adlandırılan ülkede gerek Beluşlar olsun, Araplar olsun, biz Güney Azerbaycan Türkleri şu anda direnişimiz devam ediyor mu rejime karşı? Yani şu anda direniş hangi merkezde, ne şekilde ilerliyor? Yoksa bu direnişi biz ortadan kaldırdık mı? Çünkü Türk medyada bu konularla ilgili pek bir sağlıklı bir haber alamıyoruz. Bu konu üzerinde biraz bilgi verebilir misiniz? Şimdi Sayın İmdad Bey, tarihi bilenler, yakın tarihi, bu 100 sene içinde, 200 sene içinde, çok uzak değil ki. Gedib daşları kaldırıp altından hem toprağı da kaldırıp orada bir şey tapmaqla, şimdi bir dənə kemik tapasan, ay bir mini, yok. Bu 200 sene içinde, bu 100 sene içinde, bakın görün, Afrika'da vaxtıyla 50 sene bundan önce, 80 sene bundan önce ağaçta yaşayan insanlar, indi dövlətləri var. Apartheid dövləti gəlmiş deyə bu yerlər, ay bu Afrikanın başına, o da Güney Afrikada. Bakın görün, Güney Afrika bugünləri hansı durumda? Afrikadakı ölkələr mən deyirəm. Latin Amerikaya baxın.
bu 100 sene içində ki, nələr olubdur? Yox, demək ki, adam o İstanbulda o gəmiyə minəndə kaç orada Mustafa Kemal'in yanında. Özü də axtarışda. Edam cəzası verib. Samsona ənəndə İngilizlər də orada bəkləyirdi. Ay demək ki, İstanbuluncular da bəkləyir orada yakalasınlar filan elə. Amma bir millət vardı, bilirdi. 7 kişi, 7-8 kişi. Hə? Və demək ki, millət demək ki, açdı qucağın ki, gəl, olar. Ona görə də bu günləri insanlar, adamlar harda otururlar, otursunlar. Hansı kresloda otursun. Millətləri görmək istəmir. Millətlərin istər. Bir də zamanla bağdaşa bilmirlər. Yox da mən burada oturdum, da məndən bitdi hər şey, mən oturmuşam. Yox, sən oradan düşəcəksən, salarlar. Biz olar. Ona görə də bu günləri teröristlə oturan adam axır əli batışacaq. Bu gün İran adlanan yerdə uzağa getməyək ki. Demək ki, hamısını biz bu həyatımızdan görə gəlirik. Yəni, hələ bu gün, bu bir ay içində bu rejim 40 mindən çox çocuğu, qadını, insanı öldürüb, irzına keçib, zindanlarda, hapslərdə indi 10 minlərcə özləri axı söyləyirlər. Ay Fidan, get qulaq az, farsça bilmirsən, birini tut orada sənə tərcümə yapsın. Özləri söyləyirlər, özləri ələ salıyorlar. Trump deyib ki, 850 kişini bizi öldürməyək. Sən kimsən Trump'a öldürürük. Sən neyniyər? Deyirsən, Trump da deyib, bilir nə eləyir. Ona görə də 10 minlərcə insanı, qadını filan zindanlarda doldurublar, qırırlar, öldürürlər. Özdə küllələmə hər gündə infaz edirlər. Bu bir ay içində, bir ay olmayıb belə. 40'ı, onların 40'ı demək ki, belə 40 deyərlər, dünən idi. Amma görək ki, bu İran adlanan yerdə hər 2 sənədən bir bu cür ayaqlanma olub, qurtarıb mı? Yox. Rejim gün keçdikcə, zaman keçdikcə harınlayıb, quldurlaşıb, özününki bəsləyirmiş kimi gedib İraqdan da, Suriyedən o qalıntılarından da, Hizbullahdan da, Hamasdan da tapıb gətirir ki, bizimkiləri qır. Onlara da verir, demək ki, avtomatı deyib, bağla sənin nə işi və? Ya quşa dəyə, ya adama, fərq etməz. Bu göründü də, hamısı göründü. O demək ki, demək ki, istər Türkiyədə, yoxsa Türkiyəni deyək ki, Türkiyə dövləti deyil, Türk millətinin dövləti deyil qonşuluğumuzda. Amma belədir, bu Türk dövlətidir. Burada Türk milləti var. Bunu inkar edə bilməzsən, anlada bilməzsən. Amma deyək ki, sən belə baxırsan, hər kəs olur olsun. Deməzsən sən bu qonşuda bunlar nə ilə məşğuldur? Deməzsən ki, ay qonşu evi niyə yandırırsan? Evi niyə əlova verirsən? Niyə özününkiləri qırırsan? Ailəni niyə qələdiyə belədir? Deyək, dövlətdir da, dövlət. Dövlət millətin atasıdır, dövlət babadır, dövlət nə biləm. Deyirsən, bu özününkiləri niyə yeyirsən? Bu çocukları niyə yeyirsən? Yüzlərcə çocukları öldürüb, özünü demə nazirləri də deyir. O Məsud Pezeşkiyanov, o quşqondurma çıxıb deyib, biz bunlarla istədik konuşaq. Amma gördük bunlar, deyib orada milyonlarca insanlar ki, sokaklara çıxıb deyib, bunlar İsrail'in, Musad'ın adamıdır. Gör Musad'ın nə qədər adamı var İran adlanan yerdə. İsrail'in özü kaç milyondur ki, 5 milyonda İran adlanan yerdə casusu varmış. Əlbəttə bu günləri, bu bölgədə, elə bizim ölkələrdə də 77 dövləti casusları var, hər yanda vardılar, qutaran da deyil. Amma İran adlanan yerdə millətlər, insanlar, yəni bu bir ayın içində bu rejim qırdığın qırıb, öldürdüğün öldürür və davam əl çəkmir. Özdə Amerikaya deysən gəlmə. Sən nə desən biz onu yaparıq. Qoy burada mən qırımcı, mən bunun üstündə. Trump'da da yaxşı, qıra bilərsən, amma mənim də istəyim var. Tehran rejimi deyir ki, Tehran rejimi 1000 trilyon, mən demirəm, ağay Fidan, bunu sən deyirsən, sən söyləyirsən. Deyirsən, Iraqçı, o cinayətkar Iraqçı ki, gəldi Ankara'ya, söylədi bizdə 1000 trilyon dollar. Ora demək ki, Trump'a deyir ki, bizdə var. Biz eləyə bilərik, petroldur, qazdır, filan verərik. Topraq da verərik. Amma bizə dəymə, qoy qıraq da, biz özümüz orada demək ki, İslam, deyə bu İslamdır. Başqa cür yoxdur, Xümeyni. Seyyid Ruhullah Xümeyni İslamın təcəssümüdür bu. Bunun ateizmə daxili yox.
Bunun başka şeye daxili yok. Bu İslamdır. Namazda kılırdı, oruçta tuturdu, kararmışı gece gün. İslam adıyla da İslamdır bu. Ama Pəhləvi sülaləsi şahın üzünü ağ etməz. Nə qədər bu qarı idisə, nə qədər bu demək ki, bu oyunudursa, yox, ay bu müsəlman deyildi, müsəlmandır. Müsəlmandır. Əbu Bəkir kimin? Əbu Bəkir kimin? Bin Laden kimin? Nə oyan, nə biyan. Müsəlmandır. Nə fərqi var bunun ocalandan? Eyni şeydilər. Ya müsəlman olsun, ya filan, bizim o ateist cinayətkarda nə olar ki? O başqa. Yox, müsəlman olsaydı belə olmazdı. Ya? Eyni şeydilər, qafa qarışıqdır, cinayətkardır. Ona görə də bu günləri İran adlanan yerdə bunların dərdi o deyir ki, ay Trump gəlmə, burada insanlar qırılar. Məndən işin olmasın. Mənə dəymə, mənim hakimiyyətim, mənim dövlətçiligim, mənim dövlətim, mənim bu geri qalmış zatlarım geçsin qabağa. İndi görək ki, keçən 2 sənə bundan sən Ərdəbil şəhərində sənin o quldurların araba ilə insanların üstündən keçdilər. Araba ilə, polis maşınları. 2 sənədən öncə, 2 sənədən sonra o millət Ərdəbildə meydanlara gəlmədilərmi? Gəldilər. 4 həftə bundan öncə gəldilər sənə qarşı, Tehran rejiminə qarşı eyni araba ilə yenə də insanların üstündən keçdin. Nə sən dəyişdin, nə sən dəyişiləcəksən Tehran rejimi, Seyyid Əli Xaməni, nə bu millətlər, mənə də Türk milləti. Türk milləti azadlığı uğrunda, demokrasi uğrunda, haqlarının uğrunda, dövlətinin uğrunda, hamısının uğrunda savaş aparacaq. Sən də demək ki, Fars dövlətçiliyi olaraq irticaçı, mühümmatçı, şiəçi, geri qalmış, insanlığa düşman, zamanla bağdaşa bilməyən bir rejim kimi millətlərə qarşı, Azərbaycan Türkünə qarşı və bilirsən ki, səni dəstəkləyənlər də Tehran rejimi bilirsən ki, buradan Azərbaycan Türkünün, Azərbaycanın güneyini, bağımsızlığını əldə etmək sənin 100 illik bu harınlamağının qarşısını almaqdır. Böyük Türk dövlətinin yaranması, bütün Azərbaycanın yaranması, laik bir dövlətin, sekular bir dövlətin, bir cumhuriyyətin burada yaranması sizi yerinizdə oturdacaq. Nasıl ki, nasıl? O örnək göz qabağında. Uzağa getməyəlim. Mən Cənab-ı Fidandan soruşam. Cənab-ı Fidan, heç xəbəriniz varmı ki, bu Yugoslaviya dövləti nə oldu? Bu Belgrad hara getdi? Bu Milosevic nə oldu? Hə? Nə oldu? Günləri oturub orada yerindən o Belgradda oturublar Serbilər, buynuzlarını da sındırdılar, buynuzların, Serbilərin. Və orada Kosovo'da, Qaradağlarda, Xorvatlarda filan dövlətlər var, normal. Hə? Deyir ki, siz müsəlmanlara, sən müsəlmanlara deyir, özünə rəva qıldığını qoşuna da rəva qıl. Hə, nə oldu? Orada Yugoslavdakılara, keçmiş Yugoslavdakılara olar. Amma İran adlanan yerdə Azərbaycan Türkünə ki, bilirlər bunun dövləti çalınıb, işgəncəyə məruz qalıb və işğal edilib Azərbaycan tamamilə. Bu nə olmaz? Və sən çıxacaqsan demək ki, hansı bir farsçığazı malla, əlbisəsindən, konuşmasından, yeməci, oturub davranışından baxanı deyirsən, bu hansı zatdır? O Hollywoodun və yaxud bu Yaponiyada çəkilən o kinolar, filmlərdə görürsən, topraklar altından birdən-birə 10 min illik qalmış bir adam çıxır orada, filmlərdə, fantazilarda. Bunlar onlara bənzər bir şeydirlər. Amma siz söylədiniz, yəni, xeyr İmdad bəy, millətlər Azərbaycan da ay belə göstərirlər. Azərbaycan bu uzaqda heç səsi çıxmadı. Azərbaycandan qırıyorlar, mən söylədim. Ən azı 700 kişini sən Təbrizdə öldürübsən bu bir ayın içində. 300 kişini Ərdəbildə arabaların üstündən keçibsən. Tutan qadınların hamısı zor reyfsat. Televizyonu var mı Təbrizin? Yox. Ərdəbilin radyo, televizyon, Azad Partiya, qəzet var mı? Yox. Türkiyədə var, amma o Kürdə hizmət verir. Teröristlərə hizmət verir. Televizyonlar buyur, danış, debatlar, Amma demək ki, bizə rəçətə yazan çox. Və dururlar demək ki, Məsud Pezeşkiyana quş qondurmazada bizə əng açırlar ki, əlinə sağlıq. Biz də səni deyir. Nə deyirsən, bu cinayətkardır. Bu üzü qara cinayətkardır. Bu demək ki, bu rejimin ikinci adamıdırsa ki, deyillərdir da qarası. Külli rejim cinayətkardır.
Heç olmasa bu Avrupalılar, bu Avrupa Birliği, Avrupa Şurası, bu dünyanın, azad dünyana bakın da. Yani burada dert nedir? Burada biliriz ne var? Ya Cenab-ı Fidan ya herkes. Fark etmez. Burada demek ki azadlıkla, demokrasiyle, insan haklarıyla, kadın haklarıyla, dünyavitçiliklə, parlamentarizmlə, cumhuriyyətçiliklə bütün o karşı tarafta olan dalı qalmış, geri kafalı, işgəncəgərlər, işğalçılar, fərdi hükümətçilər, diktatorlar, despotlarla ve irticaçılar, dini kullananlarla bir büyük savaş var bu bölgede. Ona göre de Tehran rejimi ondan korkur. Deyir, bunlar mescidləri yandırır. Mescidlər çıx söylə də. Niyə gedirsən demək ki, avtomatla mescidə giribsən? Hə? Sənə Peyğəmbər demişdi ki, demək ki, avtomatla get gir, mesciddən oradan cəmaatı qır. O qədər demək mesciddə fitnələr yaradarsan, axır oradan demək ki, millətlər, insanlar hücuma keçər. Çıxardar səni mesciddən. Şimdi necə çıxar, qorxursan indi. Görün, İran adlanan yerdə, sokaklarda bir malla görünür. Hamısı gizlənib. Rejimin adamları var, gizlənib. İran adlanan yerdə sayın İmdad bəy. Hamı göz-gözə oturub. Hamı. Millətlər də baxır bu rejimin də. Və demək ki, tapırlar. Kim nə, indi o qədər dünya küçülüb ki, kim adamları öldürür, harda oturur, adresi nədir filan. Gizlənir, rejimdə gizlədir. Özündən qorxur. Ona görə də millətlər də İran adlanan yerdə durum elə deyil. Aynən kimin demək ki, zəng asıb, kim dəstək verir, yox elə şeydir. Kimsə, nə bunu Allah, nə bunu dinçilik, nə şiəçilik, nə müsəlmançılıq, nə geri qafasılıq, nə İrançılıq, nə Putin, nə Trump, nə Xi Jinping. Kimsə bunları qoruya bilməyəcək. Sonuncu inqilabda da kimsə gəlmədi. Ay Amerika yardım eləsin. Amerika gəldi, ağlaya-ağlaya gördü. Məhəmməd Rıza Şahı asacaqlar, infaz edəcəklər. Götürlü yapardı. Qalırdı da, generalları qalmışdı, hamısını qırdılar, qoydu qaçdı. Bu dəfə də bu millətlər bilirlər bu rejimlə nə edəcəklər. Nə qədər silahı olmuş olsun. Dünyada siz baxın, ölkələr vardı ki, silahları da vardı, ay filan. Nə oldu? Elə bəlkə elə keçən həftələr içində. Ay Maduro'nun belə silahları var, belə eləyər. Ay Saddam Hüseynin belə Rusiya verən füzələr var getmir, başı üstə yeri şumlayır. Nə füzə, nə filan. Ona göre İran adlanan yerdə çox zamanlar da indi deyirlər, yox bu, mən ismini də deyirəm, qoy deyim ismini, deməsəm bir adı olar. Bu, Cənab Dövlət Bağçalı ilə öz məqamında Ankara'da görüşürdük. Və görüşəndə hər zaman, mən onunla 4 kərə görüşmüşəm. Bir dəfə də görüşümüzdə o, baş nazirin birinci mavini idi, yardımcısıydı. Sonuncu dəfə də öz məqamında Ankara'da. Konuşanda mən söylədim, mən sizdən belə bəkləməzdim sizdən. Siz İran adlanan yerdə Azərbaycanın güneyində yüz minlərcə Türk Farsa qarşı, rejimə qarşı ayaqlanıb, siz çıxıb deyirsiniz ki, onları Amerika qışqır diyor. Söyləmişdi, Türkiye'də mediadan, Dövlət Bağçalı. Yalan söyləyirəm, çıxsınlar desinlər. Mən gələcəyəm Ankara deyəm, hər zaman Ankara'da, İstanbul. Hə? Dedi ki, Amerika qışqır diyor. Dedim, axı siz bu nədir söyləyirsiniz? Nə Amerikası, nə filanı? Azərbaycan 10 gündür millət ayaqlanıb, külli Azərbaycan rejim qorxub, Xameneyi qaçıb gizlənib, Əhmədinəcad gizlənib, Xameneyi gizlənib, Rəfsəncani hamısı qorxublar. Sən çıxıb, hələ o birisi tərəfdən də rejim deyirdi ki, Azərbaycan Türkləri ayaqlandıran Türkiyədir. Azərbaycanın quzeyidir. Bu tərəfdən də Türkiyədən də adam, bir partiyanın başçısı Cənab Dövlət Bağçalı, o şimdi deyir, biz demək ki, İslamçılığı, millətçi İslamçıları, İslamçı millətçiləri çıxıb deyirdi ki, Amerika qışqır diyor. İndi nə söyləyirlər? Yox, İran adlanan yerdə millətlər ayaqlanan bu Amerikanın və bu demək ki, İsrail. Ay qardaş, sən İsraillə konuşuyorsan, İsraillə. Çox bəkləməyəcəksən. Herzog yine gələcək. Netanyahu-la əl-ələ qoyacaqsınız. Alış-verişin yerində olacaq. Ha? Necə ki, Sisi-lə bayaq da söylədim. Və deməkdir, ey Sisi, ey kafir Sisi, ey İslam düşmanı, indi qardaşı, nərdəsən? Bəşar Əsədlə dənizlərdə, aha, al gülüm, ver gülüm, dənizlər kənarında, Ağdəniz kənarında, İskəndərunda, Bəşar. Sonra nə oldu, ey Bəşar?
Ay Bəşar, ha. Ona görə də bu günləri İran adlanan yerdə bu mücadilə davam edir. Millətlər də, bunun ərəbi də, bunun bəluçu da, bunun demək ki, etnik demək ki, qurumlar, dəstələr də, topluluqlar da və başda Azərbaycan türkü. Azərbaycan türkü çıxıb şah deyib, ay şah istəyir, nə şah istəyir? Azərbaycan türkü şahlığı qovalayıbdır. İnqilab ya şahı qovalayıbdır. Bir sizdir. Baxın Sayın bəy, İmdad bəy, biz türklər dünyanın bu çağında biz cumhuriyyətçiyik, cumhuriyyət. Çoxları bunu hırdalaya bilmirlər cumhuriyyətçiliyə. Biz parlamentaristi bir quruluşun demək ki, yanındayıq. Parlament. Biz demokrasidən yanıyıq. Demokrasi, yəni hər kəsin oyu, o adamın ki, qarnında yeməyi var, əkməyi var, işi var, karandısı var. Nə bilim, demək ki, sığorta hər nəyi var. O adamlar rahat çocuğu ilə gedir, istəyə yazan öz tanıdığı, bildiyi adamın proqramını bilir adamın. Orada demək oy kullanır. Demokrasi. Və bu dövlət də öz öhdəlikləri yerinə yetirir. Elə dövlət oluyor ki, gecə yadıb sübh durasan zam gələr. Dövlət işi bu deyil, o başqa bir şey. Və demək ki, ay bir hierarşi, bir demək ki, dəstələr yaradan, qalırsan ki, bunlar kimdir? Oligarxlar, filanlar və özləri oturduqları bəs deyir. Baxın, İran adlanan yerdə də belədir. Ay ha, bu Xameneyi qocalıbdır, indi bunun oğlunu yerinə qoyar. Nə oğlunu yerinə qoyar? Kimsə istəyir ki, də bir 30 sənə, 40 sənə otururlar, getməmişdən öncə də oğlunu, amcamın oğlunu, bibim oğlunu, müsəlmansınız, və müsəlman bu Peyğəmbər Məhəmməd, Abdullah İbni Məhəmməd, Məhəmməd İbni Abdullah, bağışlayın. Deyirdi, məvəzidən yoxdur, məndən sonra kimsə mənim, oturdu mu? Həzrət Əbu Bəkir sonunda nə amcası oğlu idi, nə filan oğlu idi. Ya Ömər, ya o birisilər. İndi bu da yox, mənim oğlum demək ki, Hilal getsin, Bilal gəlsin, Muştaba getsin, filan kəs gəlsin. Öz yerinə də birini qoyur. Ha? Belə olanda demək ki, valla bəzi vaxtlar dünyanın tarixin ən böyük cinayətkarı, ən böyük işgəncəgəri, qatili, Hitlerdən də çox, Hitler qatil, nazist dedi, faşist nazist, amma Hitlerdən də böyük qatil, cinayətkar Stalindir, Josef Stalindir. Onun üzünü ağa verirsiniz. O demək ki, bir dəfə də ağzından çıxmadı ki, mənim demək oğlumu hansını qoyarsınız məndən sonra məzarlıqda ruhum rahat olsun. Elə söhbət demək bax o. Baxmayaraq o böyük cinayətkarıdır. Amma indi isə bunlar qurtarmırlar, deyirlər ki, yaxşı, yarın da demək ki, dayı mən hələ də getmə fikrində də deyil. Azərbaycan indi də Sayın İmdad bəy, bunu bu Batı dünyası yaxşı bilir. Ki, İran adlanan yerdə bu millətlər, bu rejimi nə şahçısını, nə bugün bu malla adam yiyən rejimi. Çünki bu dövlətçiliyin əvəzində fikirləri, qafaları, bunların o yol xaritələri budur. Diktatora ilə, despotizm ilə, vurub, öldürüb, kəsməklə millətlərin başında yumruq kimi dur, vur dağıt. Və bu günləri Azərbaycan türkü işğalçıları Azərbaycanda istəmiyor. Farssan ki, demokrasi istəyir. Qomşuluğumuzda olan demokratik ölkə bizə çox gözəl. Hava bizə görə xoş olar. Ged öz dövlətini yarat. Bəluçsan, baxın, qutardı mı? Və nə oldu elə bu günlərdə elə bəluçlar da, ondan sonra orada sistem bəluçuzdan da ayaqlanıblar, səninkiləri qırırlar. Bu günlərdə. Və nə oldu? Dünən yox, İsrail bütün damlardan gecələr hamısı söküş verirlər Xameneyiyə. Öldürdün, susturdun mu? O qadınlar, o qızlar sığırlar. Və nə oldu demək ki, sənin adamlarını tək-tək hər yana tapıb öldürürlər. Həmi gözləyir ki, deyiblər ki, indi də Trump gələcək, bunu gələcək, deyiləyib, gəlsin, getsin, iti yaparsın da, bədən biz nə elə. İndi bunun içində hansı təhlükələr var, nə ola bilər? Biz də deyirik ki, millətimiz ayıq olmalıdır ki, kimsə gəlib deyir ki, mən bunu yapardım, onda da siz də mənə belə demək ki, belə deyil. Deyirlər ki, yerinə bilənəm, tapırıq. Azərbaycan türkləri də keçən dəfədə söylədim. Deyirlər, İran adlanan yerə şah gətirirlər. Nə şahı? Şah dönəmidir. Harada? Bu İngiltərədə. Bu İngiltərədəki bu şahlığını da bilirsiniz də, kökü kimdəndir. O, Türkiyədə cinayətlər yapan,
Bu demək ki, Türkiyədə belə türkü öldürən bunların dədələri odur. İngiltərə. Və yaxud bu İskandinaviyada. Baxın görün, Norveçə baxın, İsveçə baxın. Görün bunların çocukları özləri bu millətlərin başlarının bəlası. Nasıl deyib bunlardan qutaraq, bunlardan. İndi bunlar yenidən çıxıblar, çağdaş dünyada ki, biz də bir şah gətirək. Şahlar demək ki, Türkiyədə tutdu qulağına deyək, git. Götürdü İngiltərə, su-izləyicilə apardı. Şah biz istəmirik. Aparın İngiltərədə şah eləyim də. Amma hə, Türkiyədə bunların əli ilə adam öldürməyə, türkü öldürəndə onların hayrına idi. Amma aparanda deyirlər, yox, bizə gəlmə ki, o yana. Hə? Şah lazım sizə görün aparın. Bizə yox. Biz demək ki, istər Azərbaycanın kuzeyində, istər güneyində də şahlıq, nəmnə bunlar qutarıb, bunlar boş əfsanələr. Qutarıb bu oyunlar. Ona görə bu günləri Azərbaycanın güneyində bizim davamızın, millətimizin qurtuluş davasının əsas canı cövhəri bağımsız istiqlaldır. Müstəqil Azərbaycan, bağımsız Azərbaycan dövləti. 40 sənədir mən də bir türk olaraq, bir birey olaraq söyləyirəm, 40 sənə oldu. Güney Azərbaycan Türk Cumhuriyyəti. Başqa bir şey ola bilməz. Güney Azərbaycan Türk Cumhuriyyəti. Ona görə bu günləri Azərbaycanın güneyində millət, Fars işğalçı dövlətinin irticacı nə adına olur olsun, buradan Azərbaycandan çıxmalıdır. Başqa millətlər də onu istəyir. Ərəbidə, Bəluçuda, başqa millətlər də deyir, çıx mənim ölkəmdən 100 sənə içində bildir nəsiz. Çıxın. Çünki dünyaya bağdaşmaq istəyirlər. Biz də, biz Türk olaraq Azərbaycanın güneyində bilirik ki, bizim səsimizə səs verən, yarın biz bağımsızlığımızı elan edib, işğalçını çıxartsan Anadolu, Türkiyə Cumhuriyyəti dövlətindən millətimiz bizə, demək ki, səsimizə səs verəcək. Qarabağda gördünüz, Azərbaycanın quzeyində millət, mən millət söyləyəm və millətdən söhbət gedir, millətdən. Mən Türk millətinə inanıram, öz millətimizə. Türk milləti bilir bu, demək ki, bugünkü millətçiliyinə. Yox, biz İslam yayıcısı deyilik. İslam yayıcısı, biz İslam zat yaymırıq. Və ona görə də İran adlanan yerdə Azərbaycanın güneyində başqa millətlər kimi millətlər gözləyirlər ki, hər an İran adlanan yer ki, nə qarışacaq. Amerika gəlmiyor. Amma Amerikada quşadı bəryanı. Yəni, Trump istəyir ki, bir dənə bir iş görək ki, dünyaya da göstərə. Amerikanın iç siyasətində də göstərə ki, bax, mən yaptım. Özdə, xoşu gəlir ki, deyim, mən yaptım. Gördən, mən yaptım. Yəni, demək ki, burada deyir ki, qansız, qadasız bu rejimin ya hər şeyi istədiyi kimi versinlər, hər şeyi. Gizlədə bilməyəcək, hər şeyi istəyir. Aynən nə bilim, füzələrdir. Axı bu füzə 3000 kilometrelik süpersonik hissədə demək ki, füzələr sağlayıb. Nərəni vuracaq? Ankaranı mı? Haranı vuracaqsan sən? Neynəysən bu 3000 kilometrelik? Ya bombaları, dünənləri o Grossi çıxdı dedi. Dedi 12 dənə nüvə bombasının üçün bunlarda zat var. Nüvə var, qidalandırmış nüvə var. Və yaxud demək ki, bu Breksi qüvvələrinin burada gəlir ki, demək ki, bu Molla Xameneyinin adamı Larijani gedib Ommanda Tovsularla görüşür. Gəlir Qətərə, demək ki, Xalid Məşədlə görüşür. Hamaçım. Deyəcəm, bunlar nə ilə məşğul? Və paradır ki, daşıyırlar Livana. Livana paradır, milyonlarca daşıyırlar orada Hizbullaha. Amma bir yandan da Amerika gəlib indi. Yenidən gəldi, oturdu İraqda. Neynəyəcəksən? Qarşısını ala biləcəksənmi? Hadi bayaq da söylədim. Eşidi, Daişi də açdı zəncirin hapslərdən, deyir zorda və orada həsəkədə açıb, bıraxıb gətirib indi İraqa. Və Tehran rejimində bunlar rafizi bilirlər bu Daişlər, bu eşidlər. Rafizi deyil, qaneyn, namusi, halal. Mallalar ondan qorxur, bilir nə eləyəcəklər. İraqdakı şiəsiligin axırına çıxacaqlar, çıxırlar da. Amma bu məsələ buradadır. Bu günləri, bu İran adlanan yerdə bu rejim dağılacaq. Ya demək ki, vətəndaş savaşına gedəcək. Bunların heç birində biz utuzmayacağıq. Millət olaraq. Biz həm böyük bir millətik, düz yoldayıq, düz yoldayıq biz, Türk milləti olaraq. Və bir də, biz yalqızaq deyirik biz. Burada Azərbaycan Cumhuriyyəti var. Türkiyə Cumhuriyyəti dövləti var. Burada millətimiz var, Türk milləti var. Gəlişmiş çağdaş Türk milləti var. Bu 1900'lar, 945, ondan öncə, ondan sonraki deyil. Oraltan körpüsü zat deyil bura. Onlar hansı balavra. Dünya dəyişilib.
Ona görə əgər mən yalan söyləyirəm bunları, o CNN Türkçü, CNN adın qoyucu açsın 1-2 saatda Cüneyllər de orada. Kim sen istəyirsə, orada bir konuşsun da TRT'de. Ha? Aman diyor Cüneydən konuşmayın, İran adlanan yerdən gerçəkləri söyləməyin. Tehran rejimin ruhu inciyər, Tehran rejimi inciyər. Ne eləyəcək? Türkiye dövləti Tehran rejiminə demək ki, möhtac qalıbdır. Ondan nə bərkləyir Tehran? Türkiye Cumhuriyyəti dövləti, hə? Və yaxud Azərbaycan Cumhuriyyəti dövləti nə ehtiyacı var Tehran rejiminə? Hər halda bizim yolumuz bəlli Sayın bəy. Məsələ budur ki, bu günləri Azərbaycanın güneyində də İran adlanan yerdə hələ bu bismillahsız başlanğıcıdır. Kimsənin tapşırığı ilə, kimsənin damay rejimi dəstəklə düş, burada Ərəb ölkələri istəmir ki, Tehranı vuran. Nə Ərəb ölkələri? Onların özlərinin canı candayda qorxudadırlar. Ərəb irticaçı, mühümmatçı, diktatora vurmuş ölkələr durub deyirlər ki, buna dəymə, bu teröristlər buna dəymə, buna necə dəymə? O öz xeyrinə işini görəcək. Bizim nə hayrımız burada budur. Və Azərbaycanın güneyinin bağımsızlığıdır. Qızıl alma Təbrizdədir. Təbrizin qurtarmasıdır, Azərbaycanın qurtarmasıdır. Və burada bir rejim dağılır, dağıdırlar, dağılır, dağılacaq da. Və sonunda biz də əlimizi oturaq belə qorxaq ki, deyək ki, filan kəs də Türkiyədən bu adamla salaməlik eləyib, ondan zəng açıb. Mənə nə var, o filan kəs bu günləri Türkiyədə bu 10 sənə içində kaç dənə xarici işlər naziri gəlib gedib? Hə? Ədliyyə naziri gəlib gedib. Türkiye Cumhuriyet Devleti yerindədir və çox hadisələr də baş verəcək. Bizim yolumuz təhcə bağımsızlıqdır. Bizim yolumuz bizi, demək ki, bağımsızlığı bizə, demək ki, demokrasi gətirən bağımsızlığımızdır. Azadlığımızı gətirən bağımsızlığımızdır. Dövlətimizdir. Dövlətsiz millət hər zaman onun bunu yemiyorlar. Oradan buradan onun başının üstündən çətələr yazarlar, kimsələr. Ona göre de bu millet öz dövlətini qurmalıdır, qurtarmalıdır. Biz bu İran adlanan yerdən yaxamızı, canımızı qurtarmalıyıq. Geçsinlər özləri nə yapacaqlar orada? Bir gün deyirlər 12-ci imam gələcək, bir gün deyirlər yox, nə bilim, hansı filan gələcək. Bizə lazım deyil. Təşəkkür edirəm bəyəfəndim. Şimdi Sayın Başkanım, ya bu istiklal için bir bayrak açıldı ve bu ışık yandı. Tabii ki bu işi söndürmemek gerekiyor. Bu bayrağın dalgalanması gerekiyor, dalgalandırılması gerekiyor. Şimdi bu Kuzey Azerbaycan'da da Mehmet Emin Resulzade Bey bayrağı dalgalandırdı. Türkiye Cumhuriyeti devam etti. Güney Azerbaycan'da da bu bayrak dalgalanacak. Fakat şöyle bir şey var. Şimdi bizim gerek kamuoyunda gerekse dünya kamuoyunda bu Güney Azerbaycan bağımsızlık meselesini sürekli geri planda tutmaya çalışıyorlar. Bunu genelde mandacı ülkeler bunu yapıyor zaten. Şimdi bugün Anadolu'da Türkleri istemeyen milletlerin Güney Azerbaycan'da bir Türk devletinin kurulmasını elbet ki istemez. Ama burada bizim 7 tane Türk devletinin çok büyük rolü olması gerekiyor bu işlerde. Çünkü Tebriz, Güney Azerbaycan Türkistan'a açılan bir kapı. Onun için Türk devletleri ki bizim diasporamıza da destek vermesi gerekiyor. Bizim devlet başkanlarımız destek vermesi gerekiyor. Hiç yoktan el altından destek vermeleri gerekiyor. Veya ses çıkarmamaları gerekiyor. O zaman hiç ses çıkarmamalar. Biz bildiğimizi okuruz. Biz kimseden çekindiğimiz yok Türk milleti olarak. Köstek de olmasınlar. Buradan net bir şekilde söylüyoruz yani. Köstek de olmasınlar. Ama bakıyorum bu konularla ilgili bugün Türkiye medyasında Güney Azerbaycan meselesi pek fazla konuşulmuyor. Yani biz bundan gerçekten çok sıkıntılıyız. Onun için Türk milleti olarak bize yani bireysel olarak da bile bizlere çok büyük görevler düşüyor. Gerek Güney Azerbaycan'da, gerek Türkiye'de, gerek Kazakistan'da, Özbekistan'da, Kuzey Azerbaycan'da, hatta Türk nerede yaşıyorsa bu konuyla ilgili bize çok büyük görevler düşüyor.
Sayın Başkanım, siz bu konuda bizim kandaşlarımıza nasıl bir mesaj vermek istersiniz? Yani benim sualım bu. Yani Türk milleti ne yapması gerekiyor? Gerek Kazakistan'da, gerek Özbekistan'da, gerek Türkiye'de, gerek Kıbrıs'ta ne yapması gerekiyor? Sayın İmdad Bey, Türk milletinin millet olarak her vaxt yerinde öz missiyasını yerine yetirir. Biz konuşanda Türk milleti deyirik. Təkcə söyləyirik. Təkcə Türk milləti deyəndə Azərbaycanı, Anadolunu, Türkiyəni və yaxud Kıbrısı, Quzey Kıbrısı Türk Cumhuriyyəti tək o deyil ki. Böyük Türk millətini deyirik. İndi bir öhdəliklər var ki, bu millətlərə bu demək təməldə belədir. Millətlər belə açıqlananda ki, nasıl bu günləri Türkiyədə zaman keçdikcə ayda Yavuz harda qaldı, Səlim harda qaldı, ay burada çaldıran olubdu, orada filan, ay o sünni dişini hamısı unudulub gedir, təmizlənir gedir. Ona görə də dedim, ancaq millət millətinə qalır. İndi nədir? Dövlətlərin bir ödəvi var. Ödəvi var. Və bir dənə də söyləm də var ki, sən hayır yetirmirsənsə, zərər yetirmə. Yəni sən əgər bu günləri hansı səbəblərdən baxın görən ki, baxın Yugoslaviya dağılarkən Türkiyə Cumhuriyyəti dövləti hər tərəfli adı sanı yaşasın İzzət Begoviçin və onların dəstəklənməsi. Kimsə nə deyə bildi Türkiyə Cumhuriyyəti dövlətinə? Yəni haqqın, ədalətin yanında. İndi burada nədir? Baxın Sayın İmdad bəy, biz parçalanmışın parçalayıb bizi elə demək ki, bu günlərdə olub. 1828'də kim parçalayıb bizi? Rus. Parçalanan bizim millətimiz çıxardıb. Və ona görə də bu günləri deyək ki, və orada Azərbaycanın quzeyində 100 sənə bundan öncə bu millət Azərbaycanlılar cumhuriyyət yaradıb, bir bayraq qaldırıb. Cumhuriyyətçilik, Azərbaycan türkünün və Türk dünyasının birinci cumhuriyyəti. Hə? Yaxşı, bu günləri biz indi bu işğalcı Rusu quzeydən çıxartmışıq. Neyniyəcək? Bayrağımızı da verəcək, Rus aparsın. Bu millətin bir bayrağı var, bir milləti, Azərbaycanlı işğalçını çıxardandan sonra bayrağını da verirsən, ya bunu da apar. Hansı ölkədə, hansı dövlət? Sən məni parçalayıbsan, mən bayrağımı da apar. Bizim bayrağı qaldıran bu millət qaldırıb, bu dövləti yaradıb. Bu günlərdə bunun bir bayrağı var. Ay kimsə gələcək, dövləti qapazlayıb götürəcək, hakimiyyəti götürəcək, yönətimi götürəcək. Yox da, siz o Azərbaycan güneyində bu Azərbaycan bayrağıdır. Adı da Azərbaycan dövləti. Millətin də adı bəlli. Nə oldu? İkinci dəfə demək ki, dünən Rus parçalayırdı, işğal edirdi, mənimsəyirdi. Bugün sən demək ki, işğalçını çıxardandan sonra mən götürürəm. Nereden çıxdı bu? Bu millətin bir bayrağı var. Və bu millətin iddiasında Azərbaycanın güneyinin bağımsızlığını əldə edəcəyin o zamandan Azərbaycanın bütövlüyü, Quzey, Güney bütövləşməlidir Azərbaycan. Bunu tək mən demirəm hər gün. Bunu Quzeydə bu millət, bu Güneydə bu millət. Millətin ağzını qapatırsan demə, söyləmə. Yəni o siz indi söylədiniz, yox, qonşu dost ölkədə, Türkiyədə də söyləməyin, Azərbaycan. Nasıl Azərbaycan? Azərbaycanın Quzeyi, Güneyi. Araz mahnılarını oxuyacaq. Bilirsiniz Araz mahnısı nədir? Bütün Azərbaycan. Azərbaycanın güneyinin bağımsız mahnısı budur. Boş-boşuna zat çalmaq deyil. Azərbaycanın güneyinin bağımsızlığı, Azərbaycanın bütövləşməsi, başkənt Təbrizi və demək ki, bu dünyaya bir dənə demək ki, çağdaş, müasir, sekular, dünyəvisi, modern dövlət kimi dünyaya qatılması, Türk millətinin demək ki, bugünkü çağdaş müasir durumunu göstərməsi. İndi kimsələr durur işğalçı ilə demək ki, başlayır demək ki, zümzümə yaratmağa ki, işğalçını tərifləyir. Deyirsən, nə oldu sənə?
Və bu ihanətdir. Türk millətinə, Türk dövlətçiliyinə, Türk dövlətinə küçümsəmədir Türk dövlətini. Nəyə bunu da? Bu dünya hamısı bilir. Tehran rejimi terörçü bir rejim. Bunu dünya bilir. Hamı bilir bu terörçüdür. Bu cinayətkardır. Başqa ölkələrdə, Türkiyədə də terrorlara əl atıbdır filandır. İrticacı geri qalmışdır. Zamanından demək ki 1000 il o yandadır. Və bu günləri hamısı bir tərəfə bir də İran adlanan yerdə, dırnaq arası İran adlanan yerdə millətləri, insanların dinini istismar edərək bütün bu millətləri qırır, əldə çəkmir, qurtarmır da. Qurtarmır. Bunlar bir qansomurandırlar. Sən durasan bu rejiminə hələ demək Azərbaycanın güneyində kimsə demir ki, Türkiyə Cumhuriyyəti dövlətinin ordusu gəlsin demək ki, bizi qurtarsın. Əlbəttə, haqqıdır. Bunu istəyə də bilər. Zamanı gələndə də Türkiyə dövləti də kimsəyə baxmaz. Yeri gələndə də o icabını yerinə yetirər. 100 sənə bundan öncə nə bu ermənilər, cılovlar Azərbaycanda qan asırlar. Azərbaycanda qan axtırırdılar. Azərbaycanın güneyində Türk ordusu gəldi, tutdu Andıranişlərin, filankəsin qulaqlarının hamısını qovaladı, Azərbaycanı qurtardı. Azərbaycanda erməni dövləti yaradırdılar güneydə. Və keçdi Ənvər Paşa, keçdilər demək ki, Azərbaycanın quzeyində Cumhuriyyətə demək ki, yardımçı oldular. Cumhuriyyəti Gəncədən Bakıya aparmaq. Türkiyə dövləti baxma ki, özü hansı durumda, çətin durumda olsa da o dönəmdə çətin durumda idi. Amma o yeri gələndə o icabını yerinə yetirər. Amma bu günləri Azərbaycanın güneyində demir ki, ay Türkiyə dövləti demək ki, qoşun göndər, casus göndər, nə filan nə, elə deyil. Amma bərkləyir ki, demək ki, Türkiyədən bərkləyir, Azərbaycandan mediada bu günləri dünya nədir, biz terörist deyirik. Azərbaycanın güneyində bu millət terörist millət deyil. Amma bu günləri demək ki, virtual aləmdə, bu demək ki, hər kəsin əlində bir telefon var, bir xəbər, bir paylaşımı var. Ki, Türkiyədən, Azərbaycandan, cumhuriyyətlərimizdən və Türk dünyasından demək ki, səslənsin, işıqlandırılsın ki, bu Azərbaycanda nə gedir, bu rejim nə qayırır, bu işğalçılar nə yapırlar. Bu dünyada normal bir şeydir. Niyə demək ki, Amerikadan bərkləyək? İşte onlar da yapmaz bunu. Yapırlar da. Demək ki, Türkiyədən, yəni yüzlərcə televizyon var. Nə oldu bu millət Türkiyədə bilsə, ayıq düşsə, aydınlaşdırsa, onda kim qoyur? Nədən qorxursunuz? Niyə qorxursunuz? Bu Türkiyə dövlətinin zərərli olacaqmı? Yox. Bu Azərbaycanın güneyində olan bu insanlardır ki, 100 minlərlə çıxırdı canın qurban Türkiyə. Türkiyə bayrağı qaldırır. Hələ Türkiyədə demək yönetimdə olanlar bunu həzm edə bilmir. Ona görə bu günləri axır gəlib o yerə yetişəcək. Bunun örnəyi olub 90'ların başlanğıcında. Azərbaycanın quzeyində dövlət bərpa olanda. Olubdur, sonra peşman olublar. Adamlar, Türkiyədə yönetimdə olanlar. Hə? Və indi demək ki, indi mən isimləri də çəkmirəm. Amma bir həvadis baş verdi ki, gərək orada icabı yerinə yetirildi. Bu erməni demək ki, başladı bizə hər tərəfdən soğurmağa. Amma bu günləri Azərbaycanın güneyində biz demək ki, ay 5 dənə oradan, 5 dənə buradan bu Kürtçüğazlar kimin ələk-vələk deyirik ki, burada 40 milyon Türk var və İran adlanan yerin genəlində. Bunlar götürürlər də İran həbsizliyində hər yanda Türk var. Hər yerdə Türk var, amma hər yerdə Türk'ü qırıblar, hər yerdə Türk'ü asimlə edirlər, hər yerdə Türk'ün haqlarını tapdalayıblar. Nə oldu ki, bu günləri Azərbaycanın güneyində başda Təbriz olmaqla, siz bilirsiniz ki, Sayın İmdad bəy, Azərbaycan demək ki, Türk şəhərlərində, Həmədanda, Qəzvində və Astarada bizim demək ki, başqa Türk şəhərlər, Türklər bu bir ay içində bu rejimlə demək ki, burun-buruna savaşdı. Hələ də demək ki, yalancı məhkəmələr qurublar və infaz edirlər Azərbaycan. Həmədanda 50 alın, onlar avtomatlarla bizim millətimiz ələ bunlarla döyüşdülər. Amma hani gözləri görə, hardadır qulaqlar eşidə. İndi hələ ki də elə bu batı dünyasının internetində filan da göstərirlər, onlar göstərir, amma onların öz istəkləri var. Yani odur ki, bizim Azərbaycanın güneyində
Millətimiz istəyir ki, dost ölkələrdən, öz ölkələrimizdən, öz dövlətlərimizdən səsləndirilsin, aydınlıq gətirsin, işıqlandırılsın. Amma istər Türkiyə, istər Azərbaycanda, istər Türk dünyasında yönetimdə kim olursa olsun, Azərbaycanın güneyində Türk millətçiləri və Azərbaycan türkləri heç bir zaman Türkiyə Cumhuriyyəti dövlətindən küsməz. Türkiyə Cumhuriyyəti dövlətinə xor baxmaz. Azərbaycan dövlətinə xor baxmaz, küsməz. Yönetimdəkilər gedərlər, dövlət qalar. Dövlət qalır. Ona görə də millət bilir ki, bəli, bu dövlət bir gündə axır gözü görəcək ki, bəli, bu millət Azərbaycanın güneyində bağımsızlığını əldə etdi və o cürdə olacaq. Bu millət güclü millətdir və bu millətdə bu günləri bilir, yolu düz tutubdur. Yolu aydın və düzdür. Yəni bağımsızlıq yoludur. Ay Farsdan qalan bir geri qalır bəzi adamlar bu Azərbaycan görə də bu işğalçılığın ömrü o qədər çox olub 100 sənədir. Bir dənin qafasına keçib ki, ay Rus səni qurtaracaq, ay Lenin səni qurtaracaqmış, ay Stalin qurtaracaqmış, ay Batı qurtaracaqmış, ay İran yerdən bu dinci qrup yox, o dinci qrup. Ay nə şah, day o bədbaxt ağlaya-ağlaya bir yerə hamısı palavra. Belə deyil. Tehran şəhərdir. Tehran yox, Tehran nə qədər varsa biz bax. İndi bu günlər da bizim 7 milyon Türk oradadır. Döyüşdü. Çoxu Türk'üdür bu dəfə rejimə qarşı çıxan. Bazar Türk'üdür. Döyüşür də. Amma əsas mərkəz, əsas yer Təbrizdir, Azərbaycandır. Və bu millətdə kimsə gəlib desin, yox, hələ siz bağımsızlıq istəmin. Nədən? Niyə? Sən də götür avrat uşağını ki, otur Təbrizdə, sən də işgəncə eləsinlər. Avradının namusuna, irzina keçsinlər. Ondan mən gəlib desəm ki, nə olar, bir arvadınıdır, bir qızınıdır. Elə, nə olar da, elə. Olar mı? Olmaz. Bu günləri o Ərdəbildə o hanımı ki, çocuğunu öldürüb, sonra da annasını zorlayırlar. Türk olaraq durursan, telefonu götürürsən ki, sən abi pezeşkiyan ya filan kəs, ağaya da salamlar söylə. Çünki ağa mənim dostumdur. Ay sənin dostluğun ondan demək ki, harədəysin filan. Nə dostluq? Milletin düşmanı, Türk milletinin nerede olursa olsun, Türk milletinin düşmanı, külli demek ki, Türk milletinin ve onların düşmanıdır. Təşəkkür edirəm da bu rejim dağılmaqdadır, dağılacaq da, ya eləsi, ya beləsi. Bu dağılmaqdadır. Bəli. Təşəkkür edirəm, sağ olasınız. Sağ olun. Görüntüde bize sıkıntı yaratmaya maalesef her yani program çekişimizde sıkıntı yaratmaya devam ediyor. Ama şu anda biz bu sesimizde sıkıntımız yok. Ama yavaşlatmaya çalışıyor. Bu hareketimiz çalışıyor aslında. Düşüncelerimiz de çalışıyor. Bağımsızlık hareketi yavaşlatmaya çalışıyor. Hani Türk'ün yani Türkleri yani pek sevmezler de bizleri daha fazla sevmezler. Yani bu mücadeleye baş koyanları daha fazla sevmezler. Her ne olursa olsun bütün müdahaleye rağmen biz Türk hareketi olarak Güney Azerbaycan Demokratik Türk Birliği Partisi'yle biz omuz omuza bu mücadelemizi veriyoruz. Vermeye de devam edeceğiz. Kimse de bizim çalışmalarımızı her ne yaparlarsa yapsınlar engelleyemeyecekler. O görevleri yapıyorlarsa biz de kutsal görevimizi yerine getirmeye çalışacağız. Sayın Başkanım çok teşekkür ediyorum. Tanrı sizi var olasın. Tanrı devleti, milli devletleri, devletimiz var. Bizde bir Mustafa Kemal'dan kalan bir söz var. Türk milletine bağımsızlık yakışıyor. Bağımsızlıq yəni dövləti olmaq. Yəni Türk birliğinin demək ki, hamısına qoşulmaq və onu tam gücləndirmək. Var olun, sağ olasınız. Evet, değerli izleyicilerimiz, Güney Azerbaycan Demokratik Türk Birliği Genel Başkanı Sayın Ejder Takizade Bey'le programımızı gerçekleştirdik. Kendileri var olsunlar, sağ olsunlar. Tekrar önümüzdeki programlarda görüşmek üzere. Bizleri takip etmeye de devam edin diyorum. Hoşça kalın.